Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yassir li emri. Ve ahlul ugdeten min lisani yefkahu gavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma ve ba'd. Əziz qardaşlar, Şeyx Nasr Səmərqand rahimehullahın qəflətdə olanlara xatırlama kitabının tədrisinə davam edirik. Və Şeyx rahimehullah 15-ci mövzuda içkinin haram olması, içki içməkdən çəkindirmək məsələsindən danışır. Və bu məsələ təbii ki, Allah Azze və Cəllə biz bunu bilirik ki, içkinin haram olması Quran, sünnə və icma ilə sabit. Allah təala buyurur ki, ya eyyuhellezine amanu innamal xamru vel meysir vel ansabu vel azlamu ridsun min ameli'ş-şeytan fectenibuhu leallekum tuflihun. Ey iman gətirənlər, həqiqətən içki, qumar, ütlər və fal oxları şeytan əməlindən olan mundar bir şeydir. Onlardan uzaq durun ki, bəlkə Allahın əzabından xilas olasınız. İnnəmə yuridu şeytan ən yuqi'a beynəkumul adavətə vəl bəğda fil xamri vəl meysir və yasuddakum an zikrillah və anis-salah fəhəl entum muntahun. Allah təala buyurur ki, şeytan içki və qumar üzündən sizin aranıza düşmənçilik və ədavət salmaq istəyir və sizi Allahın zikrindən və namazdan yayandırmaq istəyir. Və siz onu artıq ondan əl çəkdinizmi? Və Allah Azze və Cəllə bu ayələrdə açıq aydın bizi içkini nə ilə bərabər tutur? Bütlərlə bərabər tutur. Ona görə də hədislərdə gəlir ki, mudminul xamr, içkiyə qurşanan, davamlı içki içən kəabidil vəsən, bütə ibadət eləyən kimidir. Yəni bu yüngül bir hökm deyil, bu ağır bir, Rasulullah s.ə.vələmdən ağır bir hökmdür. Və bu barədə bugünkü gün inşallah həm Rasulullah s.ə.vələmdən varid olan hədisləri, həm də sələflərin sözlərini oxuyacaq və buna da bəzi əlavələr edəcək. Və bu barədə Abdullah bin Ömər radiyallahu anh'dan gəlir ki, deyir ki, Abdullah ibn Ömər radiyallahu anh deyir ki, qiyamət günü içki içən gətizdiriləcək, üzü qapqara olacaq, gözləri yaşıl olacaq və dili deyisinə düşəcək qədər sallanacaq və onu görən hər kəs ondan iyrənəcək, onun iyisindən iyrənəcək və deyir, siz içki içənlərə salam verməyin, onları xəstələndikləri zaman ziyarət etməyin, hətta öləndə cənazə qılmayın. Bu İbn Ömər radiyallahu anh o qədər onlara qarşı sərt olub. Masruq tabiinlərdən olan buyurur ki, içki içən bütə ibadət edən kimidir. İçki içən Lat və Üzzəyə ibadət edən kimidir. Nə zaman onu halal görərsə. Kəbil Əhbar, Haski dedilmişdir, bunun haqqında nəqillər gətirirdik. Yahudilikdən İslam'a qəbul etmiş o alim deyir ki, mənim bir qədər atəş içməyim, alov içməyim mənə bir qədər içki içməkdən mənə daha sevimlidir. Və bunlardan daha öncə Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü var. Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə 10 nəfəri lənətləyib. İçkini, içəni, içdirəni, satanı, satdıranı, çəkəni, çəkdirəni, daşıyanı, daşıtdıranı Rasulullah sallallahu aleyhi və səlləm lənətləyib və onların hamısı günahda bərabərdir. Bu hədis nəyə dəlildir qardaşlar? Təkcə bu günah içənə aid deyil. Ey içki içən, bil ki sən lənətlənmişsən. Ey içkini satan, demək ki mən təmizəm. Mən iman əhliyəm, əlhamdülillah içki içmirəm. Sən satırsan, Allahdan qorx. Allahdan qorx və bil ki sən də içki içən qədər günah qazanırsan. İçki içənə günahda ortaqsan. Necə ki Rasulullah sallallahu aleyhi və səlləm içəni lənətləyib, sən də o şəkildə lənətlənmişsən. Dükanında içkiləri qoymusan, qazancını haram yolla əldə edirsən. Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, haram pulla bədəndə bitən ət cəhənnəm oduna daha layiqdir. O bədəndə o qazançla əldə etdiyin, içkidən əldə etdiyin o pullar bil ki cəhənnəm ateşində yanacaq. Dünya malını susuyaraq dükanında haram şeylər satma. Allahın haram etdiyini satma. Və Allah Azze və Cəllədən qorx.
Çünki Allah Azze ve Celle bərəkəti bir şeydən qaldırarsa, heç kəs ora bərəkət verə bilməz. Allah Azze ve Celle də harama heç zaman bərəkət verməz. Danışanda baxırsan ki, elə danışır, insanları bəyənmir. Elm tələbələrini bəyənmir. Baxırsan, haqq əhlinə dil uzadır, amma dükkanında içki satır. Bir qayıt öz halına bax. Sən Rasulullah sallallahu aleyhi ve sellem tərəfindən lənətlənmiş, məlun bir insansan. Sən hansı halınla insanlara dil uzadırsan? Rəbbin qarşısında nə cavab verəcəyini düşün. Get öz halını düşün. Sonra Şeyx Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisini gətirir. İçkidə Rasulullah sallallahu aleyhi ve sellem nəyin haram olmasını bizə bir qayda ilə bəyan edir. Buyurur ki, kullu muskirin haram. Və kullu muskirin xamr və kullu muskirin haram. Hər sərxoş edici içkidir və hər sərxoş edici də haramdır. Kim içkini bu dünyada içərsə və ondan tövbə etmədən ölərsə, ahirətdə o içkidən məhrum olar. Çünki Allah Azze ve Celle cənnət nemətlərindən biri nədir? Xamr ləzzətin lişşəribin. İçənlər üçün xamr olacaq, içki olacaq orada. Amma içənlər oradan ləzzət alacaq. Onların ağlı getməyəcək. Və deməli, Rasulullah sallallahu aleyhi ve sellem bizə bəyan edir ki, hər içki nədir qardaşlar? Hər sərxoş edici haramdır. Başqa hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir şeyin çox miqdarda qəbul edilməsi insana sərxoşluq verirsə, onun azı da haramdır. Hətta bir rivayətdə gəlir ki, bir şeyin faraqla içilməsi, faraq 16 litrə deyilir ərəb dilində. O qədər içilməsi insanı sərxoş edirsə, onun bir damcısı da haramdır. Yəni, insan deyir ki, məsələn, mən bir butulqa içirəm, sərxoş olmuramsa, o zaman mənə halaldır. Xeyr. 10 butulqa içirsənsə bir şeydən, bir içki növündən fərq etməz. O sərxoş olursansa, onun bir damcısı, bir damlası da artıq sənə haramdır. Bu, şəriətimizdə qaydadır. Yəməndən Rasulullah sallallahu aleyhi ve sellemin yanına insanlar gəlirlər, deyirlər, ya Rasulallah, bizim bir içkimiz var. Onun hökmünü öyrənmək istəyirik. Rasulullah sallallahu aleyhi ve sellem deyirlər ki, Rasulullah sallallahu aleyhi ve sellem soruşur, nədir? Deyir, o qarğıdalıdan düzəltdiyimiz bir içkidir. Rasulullah sallallahu aleyhi ve sellem sual verir, əmuskirunhu? O deyir, sərxoş edirmi? Deyirlər, bəli ya Rasulullah. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər sərxoş edici xamırdır və hər xamırda nədir? Hər sərxoş edici də haramdır. Və bu, Rasulullah s.a.v. artıq qayda olaraq bizə öyrədib. Və bu hökm qiyamətə qədər ağlı aparan hər bir şeyə şamil olunub. Yəni, dinimiz, biz bunu həmişə dərslərimizdə xatırladırıq. Dinimiz, qardaşlar, 5 məsələni qorumaq üçün gəlib. 5 məsələni, 5 üsulu, 5 əsası qorumaq üçün gəlib. İnsanın dinini. Dinini qorunduğu üçün sənə tövhidi əmr edir. Səni şirkdən çəkindirir. Çünki sənin dinin ən qiymətlidir. İkincisi, insanın canını qoruyur. Ona görə bir insanı öldürmək, onun qanını axıtmağı dinimiz haram edib, qisası vacib edib. Üçüncüsü, insanın nəslini və irzini qorumaq üçün gəlir. Ona görə zinanı haram edir. Zinanın ən ağır şəriətimizdə hökmü zinaya verilir. Daşqalaq hökmü var. Başqasının erzinə insan gözü tikməsin deyə. Dördüncüsü, insanın ağlını qorumaq üçün gəlir. Ağlını qorumaq üçün o səbəbdən Allah Azze ve Celle içkini haram edir. Ağlı aparan hər bir şeyi, içki hökmündə olan hər bir şeyi Allah Azze ve Celle haram edib. O məsələlərdən biri də qardaşlar nədir? Narkotikdir. Və narkotiklərin hökmü də dinimizdə içkidən daha betərdir. İçkidən daha betərdir. Çünki içki içənin o yoldan qayıtması Allah Azze ve Celle'nin müvəffəqiyyətindən sonra öz əlindədir. Tövbə edir, qayıdır. Allah müvəffəq edirsə tövbəyə. Amma narkotik aludəsi tövbə etmək istəsə də qayıda bilmir. Bağımlılıq yaradır və həyatını qaraldır. Və özünü o hala salır ki, yəni içki içənin edə bilmədiyini, etməyə ağlına gətirmədiyini narkotik istifadəçiləri edir.
malını zayi edir, canını zayi edir. Sonu bəllidir ki, davamlılığın sonu, onun sonu ölümdür. Həyatına qəsd edir. Və bugünkü günü dünya araşdırmalarında dünyada olan cinayətlərin 40% narkotik səbəbindəndir. Qəzaların, ümumiyyətlə ailələrdə olan problemlərin, faciələrin 60%-nin səbəbi narkotikdir. Dünya statistikasıdır bu. Və sən ey bunu satanlar, ey bunu yayanlar və bilin ki, siz ailənizə haram yedizdirirsiniz. Qarnınıza haram soxursunuz. Allah Azze və Cəllənin qarşısında siz cavab verəcəksiniz. Allah Azze və Cəllə bunun hesabını sizdən soruşacaq. Qarnınıza apardığınız hər tikə sizi cəhənnəmə aparacaq. Cəhənnəm ateşini sizə haqq edir. Allah Azze və Cəllədən qorxun. İnsanları zəhərləməyin. İnsanlar arasında zəhər yaymayın. Və bəziləri var, utanmırlar. Həya etmirlər. Və bəyan deyirlər ki, biz müsəlmanlara satmırıq, biz kafirlərə satırıq. Resulullah s.ə.v nə deyir? Deyir, utanmırsansa istədiyini danış, istədiyini et. Həya olmayandan sonra insan hər şeyi danışır. Baxın, qardaşlar, Allah Resulü s.ə.v ayə nazil olur, dərsin əvvəlində oxuduğumuz içki ayəsi nazil olur. Nazil olanda o günə qədər sahabələr gələcək, az sonra gələcək hədislərdə Ənəs radiyallahu anh başqalarından Peyğəmbər sallallahu aleyhi ve sellem nidaçısı çıxır, nida edir, çağırır ki, ey insanlar, Mədinə küçələrində içki haram oldu. Hər kəs evində olan boşqaları çıxardıb Mədinənin küçələrinə axıdırlar. Mədinənin küçələrində sanki deyir bir çay axırdı. İçkinin çoxluğuna. Heç kəs demədi ki, Mədinədə yahudilər yaşayır, kafirlər yaşayır. Yahudi qəblələr var idi, düzdürmü? Sataq kafirlərə. Üzümüz içmirik, kafirlərə sataq. Onları zəhərləyək, onlara zərər vuraq, pul qazanaq, hayıbdır, israf olmasın. Dedilər mi bunu? Yəni sən Peyğəmbər sallallahu aleyhi ve sellemlə, onun səhabələrindən daha ağıllısan. Deyirsən, mən kafirlərə satıram. Kimi aldadırsan? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah bir şeyi haram etdisə, onun qazancını da haram etmişdir. Hədis Buxari Müslimdədir. Çünki sahabələr donuz barədə soruşanda Resulullah sallallahu aleyhi ve sellem donuz ətinin haram olduğunu bəyan edir və sahabələr deyəndə onun yağını və s. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah bir şeyi haram etdisə, onun qazancını da haram etmişdir. Və sonra deyir, Allah yahudilərə lənət eləsin. Allah onlara haram etdikdən sonra onlar özləri istifadə etməsə də onu satıb onun pulunu yedilər. Resulullah sallallahu aleyhi ve sellem onları lənətləyir. Yahudiləri lənətləyir bu əməlinə görə. Yəni bil ki, sən desən ki, mən istifadə etmirəm, mən satıram, özü də müsəlmanlara satmıram, kimlərə satıram və bil ki, sən yenə lənətlənmişsən. Resulullah sallallahu aleyhi ve sellem tərəfindən lənətlənmişsən. Çünki içki satanın hökmündəsin. Resulullah sallallahu aleyhi ve sellem demir ki, içkiyi müsəlmana satan lənətlənib. İçki satan lənətlənib deyir. Bu da içkidən daha beter olduğuna görə sən də bil ki, məl'unsan. Və lənətlə pul qazanırsan, ailənə lənətlə qazandığın pulu yedizdirirsən və Rəbbin qarşısında bunlara görə hesab verəcəksən. Ümməti, cəmiyyəti zəhərlədiyinə görə Rəbbin qarşısında hesab verəcəksən. Gəncləri zəhərlədiyinə görə cavab verəcəksən. Və bunun hesabı yüngül olmayacaq. Və belə insanların, qardaşlar, ümmətə, belə toplumsal zərər verən insanların bilin ki, aqibəti heç yaxşı olmur. O dünyadan qabaq, bu dünyada Allah Azze və Cəllə onlara pis sonluq nəsib edir. Gözəl sonluq nəsib olmur onlara heç zaman. Elə insanların sonluğu yaxşı bitmir. Bu dünyadan heç zaman görməzsən ki, bu işi görənlər bu dünyadan tövhid üzərində köçsünlər. La ilahe illallah deyəcək köçsünlər. Ola bilməz belə bir şey. Yalnız kimsə cahilliyindən, bilməməzliyindən nə zaman olubsa və tövbə edib qayıdıbsa, inşallah ki, ümid edir ki, onlara Allah gözəl sonluq nəsib edər. Təbii ki, o əməlindən sadiqsə, tövbəsində sadiqsə, peşman olubsa. Ona görə Allahdan qorxul. Allah Azze və Cəlləyə dönmək lazımdır. Etdiyin haram əməlləri tərk elə
və bil ki, Allah Azze və Cəllənin əzabı şiddətlidir. Sonra şeyx gətirir, Osman radiyallahu anhudan buyurur ki, Osman radiyallahu anh içki barədə deyir ki, ey insanlar, içkidən uzaq durun. İçki bütün günahların anasıdır. Bütün günahların anasıdır. Çünki Allah'a and olsun ki, bir insanın qəlbində, bir kişinin qəlbində iman və içki cəm ola bilməz. Çünki biri o birisini aparacaq. Ya iman içkini çıxaracaq, o iman üzərində qalacaq, ya içki imanı çıxaracaq, o iman ondan qaldırılacaq. Və bu da Rasulullah s.a.v. sözündə təsdiqini tapar. Rasulullah s.a.v. buyurur ki, "Lə yəzni zəni hinə yəzni və huve mu'min." Zina edən zina etdiyi zaman mümin ola bilməz. Və lə yəşrəbul şəribul xamra və huve mu'min. İçki içən içki içdiyi anda mümin ola bilməz. Bu hədis şərhində alimlər buyurur ki, həmin günahı etdiyi zaman iman ondan qaldırılır. Başının üstündə bir kölgə kimi durur. Ölsə kafir kimi. O halda ölərsə imansız ölür. Və o əməldən sonra tövbə etdikdən sonra iman ona necə qayıdır. Ona görə insan qorxmalıdır. Bilməli, təsəvvür elə Allah əcəl həmin vaxtı gəlsə halın nə olacaq? Və içki bütün günahları neynir? Özünə cəlb edir. Həmçinin Dahhak rahimehullah buyurur ki, kim mudminul xamr olaraq, içki aludəçisi olaraq ölərsə, qiyamət günü sarxoş vəziyyətdə dirilir. Subhanallah, Rəbbinin halq önünə deyir, sarxoş halda dirilir. Və bu barədə başqa bir əsər var, qardaşlar. Osman radiyallahu anhdan gəlir ki, Osman radiyallahu anh deyir ki, ey insanlar, içkidən çəkinin. O pisliklərin anasıdır. Və keçmiş ümmətlərdən bir insanın halını nəql edir. Deyir, keçmiş ümmətlərdən bir insan olub, abid bir insan olur. Və Allah evinə gedən, ibadət edən biri olur. Bir gün həmin şəhərdə yaşayan bir zinakar qadın ağlına qoyur ki, onu yoldan azdıracam. Ona öz cariyəsini, öz köləsini göndərir. Deyir ki, filan bir nəfər səni çağırır, evində sənin şəhadətin lazımdır. Sən salih insan olduğun üçün sənin şəhadətini istəyir. Sənin şahidliyini istəyir. Və bu da inanır, onun sözü ilə həmin adamın evinə gəlir. Həmin adamı tanımır. Deyir, evinə girdiyi zaman qadın qapıları bağlayır. Deyir, sənin 3 seçimin var. Ya mənimlə zina edəcəksən, ya yanımda olan bu körpə uşağı öldürəcəksən, ya da bir qədəh bu içkidən içəcəksən. Yoxsa mən bu da bağıracam ki, bu insan mənə təcavüz edir deyə bağıracam, deyir. Deyir ki, bu rüsvayçılıqdan mən bu qaldıra bilmərəm, insanların bilməsini qaldıra bilmərəm və həmin an imanı zəifləyir. Və neynir? Deyir, mən zina etsəm, zina böyük günahdır, mən bunu etə bilmərəm. İnsan qatil də ola bilmərəm. O ilə görə ən yüngülünü edim, neyniyim? İçki içim. Bir qədəh içəndən sonra deyir, bir qədəh yenə ver. Bir qədəh yenə ver və sonra içkidən sonra həmin qadınla zina da edir, o uşağı da öldürüb oradan çıxır. Ona görə alimlər nə deyirlər? Ummul xabəis. Bütün günahların anasıdır. Həmçinin Abdullah ibn Məsud radiyallahu anh buyurur ki, içkidə 10 nəfər lənətlənibdir. Onu çəkən, onu çəkdirən, içən, onu süzən, daşıyan, daşıtdıran, kim üçün daşınır, onun ticarəti ilə məşğul olan, alan, satan, bunlar hamısı deyir. Həmçinin bunun üçün əkən, hamısı deyir, nə deyir? Lənətlənibdir, deyir. Və Nasr Səmərqənd rahimehullah, görün qardaşlar nə deyir ki, içki içməkdən uzaq dur. Və bil ki, 10 dənə içki içməkdə 10 dənə qınanan pis xislət var. 10 dənə pis xislət var. Birincisi, içki içən deyir, dəli vəziyyətinə düşür. Dəli kimi bir şeydir. Dəli ilə içki içənin halı görmürsünüz. Sarxoş insanların halı nə gündə olur. Və başlayır uşaqlar belə araya qoymağa, lağa qoymağa. Ağıllı insanlar məzəmmət edirlər. Necə ki deyir, İbn Əbu Dünya rahimehullah gətirir ki, bir gün deyir, mən bir kefli gördüm, içkili bir insan gördüm, deyir. Bağdadın küçələrində sidiyini deyir, üzünə çəkirdi, deyir. Və deyirdi ki, Allahım, məni tövbə edənlərdən və pak olanlardan et. Dəstəmazdan sonra alınan o edilən zikirlər Allahümme cealni minət təvvabinə və cealni minət mutahhirin zikri var. O zikri edirdi və deyirdi ki, Allahım, məni tövbə edənlərdən və pak olanlardan et. Nəcislə,
Çünki ağıl başda deyil. Həmçinin Şeyh Abbad da bizə dərsdə dəfələrlə zikr edibdir onun qıssəni. Şeyh Muhammed Əmin Şinqiti rahiməhullahdan Muhammed Əmin Şinqiti deyir ki, adam olub sərxoş vəziyyətdə ayaq üstə ehtiyacını ödəyir, sonra ovucunla onun üzrə çəkir, deyir ki, göydən pak su endirən Allaha həmd olsun. Ağıl yoxdur. Bədbəxtçilikdir. Bədbəxtçilikdir. İçki içən insanların halı budur. Və sonra hətta deyir, bəzilərindən varid olur ki, bir gün bir sərxoş biri küçədə deyir, qaytarırmış, geri qaytarırmış və bir it də gəlib onun saqqalından, yəni üzünün ağzını başlayıb yalamağa, orada olanı yalamağa. Yəni bu eğlənceliklər deyilməlidir ki, o insanlar bilsin ki, hansı hallara düşürlər. Və o da deyir ki, itə üzünü deyir ki, ey mənim ağam, mindili, salfetkanı bulama. Çünki bilmir ki, qarşısındakı ağasıdır, yoxsa itidir. Baxın, necə bir bədbaxt insanın hala düşürlər. Bu birinci məzəmmət olunan sifətdir. İkinci məzəmmət olunan sifət deyir ki, malın israfıdır, malı tələf etməkdir və ağlı aparmaqdır. Necə ki, Ömər radiyallahu anhu buyurur. Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemə deyir ki, ya Rasulallah, içki barədə nə deyə bilərsən? Mən görürəm ki, orada malın tələfi və ağlın aparılıb getməsi var. Və bundan sonra ayə, içkinin haram olması ayəsi gəlir. Üçüncü, içəndir ənə şübhə səbəbun lil adavə beynəl ixvan vəl əstiqa. İçki içmək dostlar və qardaşlar arasında düşmənçiliyə səbəb olur. Allah Teala buyurur ki, şeytan bununla sizin aranızda ədavət və düşmənçilik salar içki üzündən. Dördüncü səbəb odur ki, içki içmək insanı Allaha zikr etməkdən və namaz qılmaqdan mani olar. Və yasuddak man zikrillah və anis-salə. O Allahın zikrindən və namazdan sizi yayındırar. Bu dördüncü səbəbdir. Və həl əntum muntamsız onu tərk etmədinizmi? Beşinci xislət odur ki, içki deyir, sahibini zina etməyə vadar edər. Və necə zina edir? Yəni şərt deyir ki, hər içki içən getsin zina etsin. Necə zina edir bilirsiniz? Alimlər deyir ki, əksər talaqların baş verməsi necə baş verir? Sərxoş vəziyyətdə olur. Gəlir, həyat yoldaşından dalaşır, boşuyur. Bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə artıq adına haramdır. Hamısı sərxoş vaxtı alimlər də ittifaq edirlər ki, sərxoş vaxtı verilən talaqlar sayılır. Alimlər ittifaq edirlər bu məsələdə. Ağlı başında olmasa belə. Və talaq verdiyi, ona artıq haram olan qadınla yaxınlıq edir və inə eləmiş olur, zina eləmiş olur. Səbəbi nədir? İçkidir. Və sonra deyir ki, altıncı deyir, bütün şərlərin qapısıdır. Çünki içki içdikdən sonra bütün günahlar onun üçün asanlaşır. Yedinci xislət odur ki, o, onu hifz edən mələklərə əziyyət verir. Çünki hər bir insanı qoruyan nə var? Mələklər var. Qoruyan mələklər var. Məsələn, günah məclisləri var. İçki məclisləri mələklərə əziyyət verirsən bununla deyir, ona gitməklə deyir, əziyyət verirsən. Və sənə əziyyət verməyənə, səni qoruyana necə əziyyət verə bilərsən? 8-ci, insan özünə 40 şallığı haqq edir. Bu dünyada ona vurulmasa da, ahirətdə ona vurulacaqdır. Ahirətdə ona vurulacaqdır. 9-uncusu, göyün qapıları həmin insanın üzünə bağlanar. Onun əməlləri, duaları göyə qarşı yüksəlməz. Hətta gəlir ki, bəzi əsərlərdə 40 gün onun duası qəbul olmaz. 10-cu da öz nəfsini təhlükəyə atıb, çünki iman ondan qaldırılır. Az önce dediyimiz kimi iman ondan qaldırılır. Əgər o halda ölərsə, özünü təhlükəyə atmışdır. Bu hətta bu dünyada olan 10 cəzadır. Və ahirətdə isə o insanlara deyir, cəhənnəm əhlinin axıntısı içildirəcək. Cəhənnəm əhlindən çıxan nəcasəti içki içənlərə içildirəcəklər. Mələklər, əzab mələkləri onlara onu içildirəcəkdir. Və ona görə də insan bunun şiddətini bilməlidir. Və baxın, içkinin cəzası nədir? 40 şallah vurmaqdır. Bu barədə düzdür, sahabələr arasında ixtilaf olur.
daha doğrusu Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında içki içənə 40 şallaq vururlar. Ömər radiyallahu anh vaxtında Ömər radiyallahu anh'a məktub yazırlar. Ömər radiyallahu anh'a məktub gəlir. Abdurrahman ibn Süləbi rahimehullah deyir ki, Şam əhlindən içki içən insanlar çıxır. Muaviyyə radiyallahu anh bunu görür, Ömərə məktub yazır. Deyir, ey əmrəl müminin, bu insanlar var, içkini halal görürlər. Və dəlil gətirirlər Quran-ı Kərimdən. Quran-ı Kərimdən dəlil gətirirlər ki, içki ayəsindən sonra Maidə 90-91-dən sonra 92-ci ayda Allah buyurur ki, Leys aləl-ləzine əməl mu'amilus salihət cünahun fîmə ta'imu İzə məttəqav və əməl mu'amilus salihət sümmətəqav və əməl sümmətəqav və aslahu. Ayədə Allah buyurur ki, ayənin əvvəldə Leys aləl-ləzine əmənu mu'amilus salihət. İman gətirib salih əməl işləyənlərə bir günah yoxdur fîmə ta'imu, yediklərinə, içdiklərinə görə. Əgər onlar iman gətirib Allahdan qorxarlarsa. Onlar deyir ki, biz Allahdan qorxuruq, ona görə bizi içki içməyə görə bizə günah yoxdur. Ömər radiyallahu anh deyir, onları Mədinəyə göndər. Ömər radiyallahu anh onlara gələndən sonra onlara içkini halal görürlər. Ömər radiyallahu anh onları dinledikdən sonra, onların dəlilini dinledikdən sonra deyir, siz xeyr, siz Allahdan qorxsaydınız, içki içməzdiniz. Onlar deyir ki, biz Allahdan qorxuruq, ona görə Allah Teala buyurur ki, insanların Allahdan qorxanların yedib içdiyinə görə onlara günah yoxdur. Biz də Allahdan qorxduğumuz üçün nədir? Biz içə bilərik. Ömər adam deyir, Allahdan qorxsaydınız içməzdiniz. Və sonra ayənin nazil olma səbəbini başa salırlar onlara. Ayənin nazil olma səbəbi nə idi? Həmin ayənin. Çünki içki ayəsi nazil olduqdan sonra, Maidə 90-91. Sahabələr deyir, ya Rasulullah, və bizim qardaşlarımız var idi. İçdilər, içki haram olmazdan öncə içirdilər. Hamımız içirdik. Biz tövbə eləməyə müvəffəq olduq, amma onlar tövbə etmədilər. Yəni, bu günləri görmədən ölüb getdilər. İçki ayəsi elməzdən öncə vəfat etdilər. İçki qarınlarında olduqları halda öldülər. Onların aqibəti nə olacaq? Allah Azze və Celle bu ayəni indirir ki, Allahdan qorxanlar üçün nədir? Onların keçmişdə yediklərinə görə onlara nədir? Bir günah yoxdur. Demək, ayə kimlərə aiddir? O insanlara aiddir. Və ondan sonra Ömər radiyallahu anh sahabələrə toplayır. Sahabələrə toplayır ki, bu insanlar haqqında nə hökm verək? Əli radiyallahu anhu daha doğrusu sahabələrə topladıqdan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrə toplayır. Deyir ki, ey əmrəl müminin, bu insanlar Allaha iftira atıblar. Bəzi sahabələr. Və Allahın dinində izin vermədiyini halallaşdırıblar. Və onların boyunlarına vur, mürtəd olaraq onları öldür. Çünki Allahın halal etdiyini haram edirlər. Bəzi sahabələr bunu, amma Əli radiyallahu anh sakitcə qulaq asır. Ömər radiyallahu anh üzünə Əliyə tutur, deyir ki, ey Əli deyir, sən nə deyirsən bu haqda? Əli radiyallahu anh deyir ki, mən deyirəm ki, onlardan tövbə etməyi tələb et. Əgər tövbə edərlərsə, tövbə etməzlərsə boyunlarını vur. Çünki artıq hüccət qalıqdır, yenə də halal görməyə davam edərlərsə, nədir? Boyunlarını vur. Yox, əgər tövbə edərlərsə, o zaman onlara 80 şallaq vur. Və Ömər radiyallahu anh ilk dəfə 80 şallaq Ömər radiyallahu anh vaxtında çıxır. Çünki içki içənlər içki içir və iftira atmağa başlayır. İftira atanın da şərətimizdə cəzası nədir? 80 şallaqdır. İftira atanın cəzası nədir? 80 şallaq. Amma içkinin cəzası isə 40 şallaqdır. Və Ömər radiyallahu anh vaxtından artıq başlayır bu 40-dan 80-ə qaldırılmağa. Osman radiyallahu anh vaxtında davam edir. Əli radiyallahu anh vaxtında Əli radiyallahu anh təkrar onu Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtındakı 40 şallağa geri qaytarır. Peyğəmbər sallallahu əleyhi və səlləmlə qardaşlıq içki haqqında gəlir ki, bütün günahlar, bütün xətalar və günahlar deyir, bir qapıda cəm olub, o qapının açarı da deyir, içki içməkdir. Yəni, içki içərsənsə, o günah qapısını neynəmiş olarsan, açmış olarsan. Və ona görə də insan bilməlidir ki, içkinin dəhşəti nədir? İçki içməyin dəhşəti nədir? Səni əgər bu xəstəliyə tutulmusansa, Allah Azze və Cəlləyə tövbə et, Rəbbinə qayıt. Və bil ki, bu böyük günahlardandır.
həlak edici böyük günahlardandır. Allah Azze ve Celle içənlər üçün hansı əzabı hazırlayıb? Hədislərdə gəlir ki, onlar cəhənnəm əhlinin axıntısını içəcəklər. Və dünyanın bir anlıq ləzzəti üçün ahirətini zayi etmə. Bu həm içənə aiddir, həm də satanlara, bunu yayanlara, buna vasitə olanlara aiddir. Allah Azze ve Celle istəyirəm ki, Allah o insanları islah eləsin. Allah Azze ve Celle millətimizi, xalqımızı bu kimi şərli bir bəladan, içki və narkotik bəlasından qorusun. Allah Azze ve Celle cavanları, gənclərimizi, övladlarımızı qorusun o yollardan. Allah Azze ve Celle xalqımıza, millətimizə hidayət versin. Subhanakallahumma bihamdik. Əşhədən la ilahe illə əntə estəğfiruka və etûbü ileyk.